Hansısa dini qrupun cərəyanın qarşıdan gələn Avropa oyunlarına xələl gətirmək ehtimalı sıfıra bərabərdir. Bunu jurnalistlərə açıqlamasında dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə ölkədə aparılan profilaktik işlər, xüsusilə hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb. Azərbaycanda ictimai, siyasi, maliyyə sabitliklə bərabər dini baxımdan da sabitlik mövcuddur. Və Azərbaycanda dini sabitliyin bərqərar olmasında bizim apardığımız işlər, o cümlədən ölkədə iqtisadi sahədə, mənəvi sahədə, siyasi sahədə əldə olunmuş tərəqqi, digər tərəfdən isə hüquq mühafizə orqanlarının apardığımız işlər. Azərbaycanda dini sabitliyi bozacaq hər hansı bir cərəyan mövcud deyil. Azərbaycanda müəyyən dini baxımdan və digər qruplar varsa, istər xristiyan, istər İslama bağlı qruplar varsa, onlar ictimai, siyasi həyatımıza, mənəvi həyatımıza təsir etmə imkanına malik deyil. Avropa oyunları Türkiyə səviyyədə keçiriləcək və bu oyunları pozmaq istəyinin cəhdində bulunanların hər hansı bir cəhdi baş tutma bilməz. Şuşaya Azadlıq beynəlxalq kampaniyasının xarici tərəfdaşları